Qaradağ rayon Heydər Əliyev Mərkəzi Azərbaycan mədəni irsinin təbliği, milli dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirdiyi Heydər Əliyev və Muzeylərimiz adlı layihəsini uğurla davam etdirir. Layihənin bu mərhələsində böyük Azərbaycan klassiki, yazıcı, şair, dramaturq, maarifçi və pedaqoq Abdullah Şaiqin xatirəsinə həsr olunmuş Mənzil muzeyi, mərkəzin əməkdaşları tərəfindən ziyarət olunmuş, görkəmli ədibin həyat və çoxşaxəli yaradıcılığına dair zəngin məlumatlar toplanmışdır. Bakı şəhərində yerləşən bu muzey, Abdullah Şaiqin ömür yolunun mühüm bir parçasını özündə yaşadır. Ədib 1918-ci ildən 1957-ci ilə qədər burada yaşamış və yaradıcılığının ən məhsuldar illərini bu evdə keçirmişdir. Küçə isə 1981-ci ildən ədibin adını daşıyaraq milli mədəniyyətimizin canlı yaddaş ünvanına çevrilmişdir. Küçənin onun adını daşıması ədibin millət qarşısında xidmətlərinə verilən yüksək qiymətin bariz nümunəsidir. Muzeyin yaradılması ideyası isə 1970-ci illərdə məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə gerçəkləşmişdir. O dövrdə Azərbaycan SSR-nin rəhbəri olan Heydər Əliyev xalqın tarixi yaddaşının qorunması, klassik irsin gələcək nəsillərə ötürülməsi və maarifçiliyi ənillərinin yaşadılması üçün strateji qərarlar vermiş, 1976-cı ildə Abdullah Şaiqin ev muzeyinin yaradılmasına şəxsən göstəriş vermişdir. Bu qərar təkcə bir yazıçının xatirəsini əbədiləşdirmək deyil, həm də milli özünü dərkin, ədəbiyyatın və maarifçiliyin gələcək nəsillərə çatdırılması yolunda atılmış strateji addım idi. Muzeyin ekspozisiyası Abdullah Şaiqin zəngin irsini əhatə edir. Burada onun şəxsi əşyaları, müəllimlik fəaliyyətini əks etdirən sənədlər, şagirdlərinə və həmkarlarına ünvanladığı məktublar, əlyazmaları və dövrün mədəni panoramasını canlandıran qiymətli nümunələr sərgilənir. Xüsusilə Şaiqin Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri kimi yaratdığı əsərlər milli pedaqoji fikrin inkişafında əvəzsiz rol oynamışdır. Onun Sevgi və Vətən, Qaraca qız, Türkü və Siçan kimi nümunələri uşaqlar üçün sadəcə nağıl deyil, milli kimliyin, vətənpərvərlik hisslərinin və mənəvi dəyərlərin daşıyıcısı olmuşdur. Abdullah Şaiq həm də müəllim kimi cəmiyyətin maariflənməsi yolunda yorulmadan çalışmış, yeni nəsillərə elm və biliyin işığını çatdırmışdır. Onun pedaqoji irsi bugün də öz aktuallığını qoruyur. Ulu Öndər Heydər Əliyev mədəniyyətə və ziyalılara hər zaman xüsusi diqqət göstərmiş, onların fəaliyyətini cəmiyyətin inkişafında mühüm amil kimi dəyərləndirmişdir. Onun təşəbbüsü ilə Azərbaycan yazıcı və şairlərinin, bəstəkarlarının, görkəmli elm və mədəniyyət xadimlərinin xatirəsinə muzeylər yaradılmış, bu muzeylər milli kimliyin, vətənpərvərlik ruhunun və mənəvi dəyərlərin qorunmasında əvəzsiz rol oynamışdır. Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, xalqını sevən, xalqının tarixini, mədəniyyətini sevən insan heç vaxt yolunu azmaz. Bu fikirlər onun muzey siyasətinin əsas fəlsəfəsini təşkil edirdi. Onun uzaqgörən siyasəti nəticəsində yaradılmış bu muzey, bugün də Azərbaycan mədəniyyətinin canlı salnaməsi kimi fəaliyyət göstərir, minlərlə ziyarətçiyə milli qürur hissi bəxş edir və gələcək nəsillərə dərin tarixi biliklər ötürür. Ulu Öndərin siyasətinin davamı olaraq, bugün Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyət ocaqlarının qorunmasına, bərpasına və inkişafına xüsusi diqqət göstərirlər. Bu isə Heydər Əliyevin başlatdığı mədəniyyət kursunun uğurla davam etdirildiyini bir daha sübut edir. Beləliklə, Abdullah Şaiqin Mənzil muzeyi yalnız bir yazıçının yaradıcılıq ünvanı deyil, həm də Heydər Əliyevin milli mədəniyyətimizə bəxş etdiyi böyük töhfələrin canlı nümunəsidir. Bu muzey Azərbaycan xalqının ədəbiyyat, elm və maarif tarixinin yaşadılması ilə yanaşı, həm də gələcək nəsillərdə milli qürur və vətən sevgisinin formalaşmasına xidmət edir.